Bismillahirrahmanirrahim. Məhərrəm ayının əməlləri. Məhərrəm ayının əməllərindən bir neçəsini diqqətinizə çatdırırıq. 1. Hər ayda olduğu kimi Məhərrəm ayının birinci günündə, birinci gecəsi daha doğrusu ayı görmək müstəhəbdir, savabdır. Yaxşı olaraq ayı görək. Ayı görəndə ayı görməklə bağlı dualar vardır. Onları oxuyaq. Ən azı bir təkbir deməklə. Ayı gördükdə Allahu Əkbər deyək. 2. Məhərrəm ayının birinci gecəsində 100 rükət namaz qılmaq. 52 rükət qılınacaq və hər rükət 2 rükətdən sonra salam deyiləcək. Namazın qılınma forması belədir. Həmd surəsi və İxlas surəsi hər rükətdə oxunacaqdır. Tamam. Hər rükətdə Həmd və İxlas, Qul Huvallah surəsi oxunacaq, 52 rükət qılınacaq. Bu namazın savabı, mükafatı haqqında Peyğəmbərimiz, Allahın salamı olsun ona və əhl-i beytinə hədislərin birində belə buyurur. Hər kim bu namazları qılsa və Məhərrəm ayının birinci günü oruç tutsa, il boyu davamlı olaraq xeyirli iş görən kəs kimi olar. O adamı il boyu sanki bütün xeyir işlərdə, yəni həmişə xeyir iş görən kimi yazarlar, qeyd edərlər və gələn ilədək fitnələrdən amanda olar. Doğrudan da çox gözəl. İnsan həyatda fitnələrdən amanda qalmaqdan ötürü bu namazı qılmağı əldən verməsin. Və axırda Peyğəmbər buyurur, əgər ölərsə cənnətə daxil olar, behiştə daxil olar. Deməli, bu namaz Məhərrəm ayının birinci gecəsi qıldığımız namaz həm bizi behiştə çatdırar, həm bizi fitnələrdən amanda saxlayar, həm də Peyğəmbərimizin buyurduğuna əsasən il boyu bizi savab, xeyirli iş görən kimi qeyd edib adımızı yazarlar. 3. Peyğəmbərimizin buyurduğuna əsasən birinci gecə başqa bir namaz da vardır. O namazın özü 2 rükətdir, amma uzun surələr oxunur onda. 2 rükət Məhərrəm ayının birinci gecəsində namaz qılınır. Birinci rükətdə Həmdən sonra Ən'am surəsi, ikinci rükətdə Həmdən sonra Yasin surəsi oxunur. Bu da başqa bir namaz.